Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Bazarlarda satışa çıxarılan quzu ətinin qiymətinin heyvanın çəkisi və növündən asılı olaraq dəyişir. Xəbər verilir ki, satıcıların sözlərinə görə 17-20 kiloqramlıq quzuların əti əsasən 20-21 manata təklif olunur. Çəkisi 10-12 kiloqram olan əmlik quzuların əti isə daha baha satılır və qiyməti 23-25 manata qədər yüksəlir. Qəssablar bildirirlər ki, əmlik quzular bazarda az tapıldığı üçün onlar adətən əvvəlcədən verilən sifariş əsasında gətirilərək kəsilir. Onların sözlərinə görə bu növ ət daha yumşaq quruluşa və özünə məxsus dada malik olduğundan alıcılar tərəfindən daha çox üstünlük verilir. Qiymətlərdəki fərq istehlakçıların alış vərdişinə də təsir göstərir. Alıcılar deyirlər ki, əvvəlki illərlə müqayisədə indi eyni məbləğdə daha az quzu əti almaq mümkündür. Xüsusilə əmlik quzu əti artıq hər kəs üçün əlçatan məhsul hesab edilmir. Mütəxəssislər qeyd edirlər ki, son aylarda ölkəyə ət idxalının artması bazarda məhsulun qıtlığının qarşısını alıb. Əks halda yerli istehsaldan daha çox asılı olan quzu ətinin qiymətlərinin daha da yüksəlməsi ehtimalı yüksək olardı.